Beethoven'in simfonik yaradıcılığı. Simfoniya orkestr musiqisinin ən ciddi və məsuliyyətli janrıdır. Simfoniyanın yaranmasında operanın rolu böyük olmuşdu. Opera dramaturgiyası simfoniyanın dramatikləşmə prosesinə güclü təsir etmişdi. Haydn və Mozartın qoyduğu yolla gedən Beethoven, simfonik instrumental formalarda möhtəşəm, faciə və dramlar yaradır. 30 yaşına kimi Beethoven simfoniya yazmaq qərarına gələ bilməmişdi. Beethovenin istənilən simfonik əsəri uzun çəkən dövrün, bəzən isə illərin zəhmətinin bəhrəsi idi. Qəhrəmani simfoniya bir il yarıma, 5-ci simfoniya 1805-8-ci illər ərzində, 9-cu simfoniya isə 9 ilə yazılmışdı. Simfoniyaların əksəriyyəti bəstəkar yaradıcılığının çiçəklənən və ən yüksək məhsuldarlıq dövründə yaranmışdı. Simfoniyaların əksəriyyəti bəstəkar yaradıcılığının çiçəklənən və ən yüksək məhsuldarlıq dövründə yaranmışdı. 3-cü simfoniyadan başlayaraq, Beethoven qəhrəmani mövzudan ruhlanaraq 5-ci simfoniyanı Egmont, Koriolan və Leonora uverturasını yazır. Ömrünün axırına yaxın bu mövzu 9-cu simfoniyada əlçatmaz, bədii, ideal və amplitudaya çatmışdır. 3-cü simfoniya mi bemol major. 3-cü simfoniyanı bəstəkar qəhrəmanı adlandırmışdı. Simfoniya mübarizə və məğlubiyyəti, sevinç və qəhrəmani ölümü bayram edən obrazların, oyanan hərəkətsiz qüvvələrin çox güclü dinamikası ilə işlənmişdir. Onların hərəkəti şadyanlıqlı təntənə ilə tamamlanır. Simfoniya 4 hissədən ibarətdir. Birinci hissə Allegro con brio. Simfoniyanın birinci hissəsi qalan hissələrlə müqayisədə özünün musiqi fikri, inkişaf üsulları, simfonik sonatalı Allegronun quruluşundakı yeniliyə görə ən əhəmiyyətlisi və maraqlısıdır. Allegronun bütün bölmələrini əhatə edən inkişaf stili simfoniyanın qəhrəmani təcəssümü olan əsas partiyada yerləşir. Əsərin ən dinamik, gərgin hissəsidir. Ekspozisiyada əsas mövzu inamla hərəkət edən, tonika üssəsizliklərinin üzərində qurulub və inkişaf edərək qələbə xarakterini əldə edir. Əsas qəhrəmani mövzu 2 lirik köməkçi mövzularla üzləşir. Ekspozisiyanın ardınca səslənən işlənmə hissəsi olduqca genişdir. Burada daha bir yeni lirik mövzu səslənir, birinci hissəni böyük koda tamamlayır. İkinci hissə Matəm marşı Adagio assai qəhrəmani şəkildədir. İkinci hissə mürəkkəb, 3 hissəli formada yazılmışdır. Marşın son dərəcə gözəl musiqisi çox təmkinlidir. Homofon, harmonik yazının və imitasiya üsullarının bütün vasitələrinin çox tərəfli müxtəlifliliyi möhtəşəm inkişaf üçün istifadə olunub. Marşın forması da quruluşunun mürəkkəbliyi ilə fərqlənir. Onda mürəkkəb 3 hissəli forma, variasiyalaşmış dinamik repriza, koda və aydın ifadə edilmiş sonatalıq cizgiləri ilə uyğunlaşır. Sonata ekspozisiyasında olduğu kimi marşın birinci hissəsində 2 təzadlı mövzu uyğun tonal münasibətlərdə, do minor və mi bemol minorda göstərilir. Üçüncü hissə Scherzo Allegro vivace. Qəmin və kədərin, ahvayı kəsilməmiş, sanki uzaqdan, aydın olmayan xışıltı və səs-küy eşidilməyə başlayır. İkinci matəm ruhlu hissədə itən mərdanə ruh, yüksəkliyi, birinci hissənin kodasında hökmran olaraq Scherzoda yenidən bərpa olunur və kulminasiya zirvələrində təsdiq olunaraq trionun qəhrəmani əhval-ruhiyyəsinə köçürülür. Birinci hissə ilə üçüncü hissə arasında əlaqə belə yaradılır. Dördüncü hissə final Allegro molto. Bu hissədə müəyyən dərəcədə Beethoven əvvəlki illərdə yazdığı əsərlərdəki mövzulardan istifadə etmişdi. Əsas mövzu vaxtilə bəstəkarın Prometey balet tamaşasına yazdığı final musiqisindən götürülüb. Daha bir mövzu bəstəkarın fortepiano üçün yazılmış variasiyalarında vaxtilə səslənirdi. Bütünlükdə 3-cü simfoniyanın 4-cü final hissəsi ikili variasiyalar şəklində yazılmışdı. 5-ci simfoniya do minor.
Ludwig van Beethoven tərəfindən 1804-8-ci illərdə bəstələnmişdi. Bu simfoniya tez-tez ifa edilən və ən məşhur klassik musiqi əsərlərindən biridir. Əsər 4 hissədən ibarətdir. İlk dəfə 1808-ci ildə Viyanada ifa olunmuşdu. Simfoniya əsərin motivi olan 4 qısa uzun notun 2 dəfə təkrarı ilə başlayır. Simfoniya və xüsusilə onun motivi olan 4 açılış notu bütün dünyada məşhurdur və tez-tez populyar mədəniyyətdə, diskodan rock-n-rolla, televiziya verilişlərindən filmlərə kimi müxtəlif sahələrdə dəfələrlə istifadə edilmişdi. Beethoven 1804-cü ildə həmin il o 5-ci simfoniyanı yazmağa başladı. 5-ci simfoniyanın yazılması uzun müddət çəkdi. Bu illərdə tamamilə 2 fərqli xarakterli 2 simfoniya sona çatdırılmışdır. Lirik xarakterli 4-cü simfoniya 1806, 5-ci simfoniya 1807 və 8-ci illər və eyni zamanda sona çatdırılmış 6-cı pastoral simfoniyası. 3-cü simfoniyanın tamamlanması zamanı bəstəkar artıq 5-ci simfoniyanın ilk qeydlərini etməyə başlamışdı. 5-ci simfoniyanın premyerası 22 dekabr 1808-ci ildə Beethovenin özünün rəhbərliyi ilə həyata keçirilmişdi. Əsər 4 hissədən ibarətdir. Birinci hissə Allegro con brio do minor. Əsas mövzuda leytmotivə çevrilən xarakterik 4 notdan ibarət mövzu haqqında bəstəkar özü belə demişdi. Tale qapını məhz belə döyür. Birinci hissəni fortissimo nüansında 2 dəfə təkrarlanmış tale mövzusu açır. Köməkçi partiyada həmin tale mövzusu ilə başlayır. Köməkçi partiyanın oxunaqlı və zərif melodiyası əsas partiyanın mövzusuna qarşı səslənir və kulminasiya ilə bitir. Köməkçi mövzu tale mövzusu ilə yekunlaşır. İşlənməni əhatə edən və reprizdə davam edən inadlı mübarizəni nəzərə çarpan şəkli yaranır. Beethoven'də repriz ekspozisiyanın olduğu kimi təkrarı deyil. Reprizdə də inkişaf qurtarmır. Kodada mübarizə davam edir. İkinci hissə Andante con moto la bemol major. İkili variasiyalar formasında yazılmışdı. Bu ağır hissənin birinci mövzusu işıqlı, ciddi və təmkinli mahnını xatırladır. İkinci mövzu qəhrəmani xüsusiyyətlər daşıyır. İkinci mövzu mis alətlər və qaboyda fortissimo ilə səslənir. Beethoven tərəfindən sevilən ikili variasiyaların forması ciddi klassik qaydalara uyğun yazılmışdı. İkinci mövzu do major 3 paylı ölçüdə olmağına baxmayaraq marş təəssüratı yaradır. Bu mövzunun Fransız inqilabının himni daha sonra Fransanın çevrilmiş Marselyeza ilə açıq, aydın oxşarlığı vardı. Üçüncü hissə Scherzo Allegro do minor. Scherzo orta bölməsi fugato şəklində təqdim olunmuş, mürəkkəb üç hissəli formada yazılmışdı. Bu qeyri-adi skertsodu heç də zarafata bənzəmir. Bu simfoniyada Beethoven skertsonu qorxulu, dramatik tərzdə təsvir edir. Bu hissədə verilmiş tale mövzusu mübarizənin bitmədiyini ifadə edir. Dördüncü hissə Allegro final. Sonata Allegro formasında yazılmışdı. Finalın hər iki mövzusu əsas və köməkçi partiyalar optimist, işıq və sevinç doludur. İşlənmədə qəflətən tale motivi meydana çıxır, lakin indi o keçmiş mübarizə haqqında xatırlatma kimi səslənir. Beethoven finalı böyük koda ilə bitirir. 6-cı simfoniya fa major, pastoral. 6-cı simfoniya sözün əsl mənasında yeganə proqramlı əsərdir. Yəni onun poetik fikrinin istiqamətini qeyd edən ümumi adı vardır. Simfoniyanın əsasını təbiət və insanın təbiətlə birliyi, sadə sevinç hisslərini əks etdirir. Məhz ona görə də əsəri pastoral adlandırmışlar. Beethovenin 9 simfoniyasından təkcə bu filosof Russo'nun ideyalarını tərəfdarı kimi insan və təbiət probleminə toxunur. Beethoven vaxtının çox hissəsini ölkədə gəzintilərə sərf edən bir təbiət aşiqi idi.
O tez-tez kənd yerlərində işləmək üçün Viyananı tərk edirdi. Pastoral simfoniyasının ilk eskizləri 1802-ci ildə ortaya çıxmışdı. O, Beethovenin daha məşhur 5-ci simfoniyası ilə eyni vaxtda bəstələnmişdi. Hər iki simfoniyanın premyerası 22 dekabr 1808-ci ildə həyata keçirilmişdi. Simfoniya Beethovenin dövründən əvvəlki simfoniyalara xas olan 4 hissəli deyil, 5 hissəli formada yazılmışdı. Buna baxmayaraq, son 3 hissə arasında heç bir fasilə yox idi. Beethoven hər hərəkətin əvvəlində proqram xarakterli bir başlıq yazmışdı. Birinci hissə kəndə gəlişin sevinç hissləri adlandırılıb. Simfoniya bəstəkarın ölkəyə gəlişi zamanı keçirdiyi hissləri əks etdirən sakit və şən hərəkətlə başlayır. Sonata formasındadır və motivləri geniş işlənmişdir. Bir neçə nöqtədə Beethoven çox qısa motivlərin çoxsaylı təkrarları ilə orkestr fakturasını qurmuşdu. İkinci hissə çay qırağında səhnə adlandırılır. İkinci hissə simlərin axan suyu təqlid edən motivi çalması ilə başlayır. Violonçel bölməsi bölünür. Yalnız 2 oyunçu səssiz alətlərdə axan su notlarını ifadə edir. Qalan violonçellər isə kontrabaslarla birlikdə əsasən pizzicato notlarını ifadə edirlər. Sona doğru quş səslərini təqlid edən nəfəsli alətlər 3 kadenza vardır. Beethoven bülbül, bildirçin və kuku kimi quş növlərini musiqidə təsvir edirdi. Üçüncü hissə kəndlilərin şən yığıncağı, ölkə xalq rəqslərini və əylənməyi təsvir edir. Simfoniyanın əsas açarına qayıdır, fa majordadır. Hərəkət şerzo üçün adi formanın dəyişdirilmiş versiyasıdır. Ola bilsin ki, bu kifayət qədər geniş aranjmanı yerləşdirmək üçün Beethoven şerzo və trionun adi daxili təkrarlarını qeyd etməyib. Theodor Adornov şerzonu Anton Brucknerin şerzoları üçün bir model kimi müəyyən etmişdi. Dördüncü hissə tufan. O, uzaq ildırımdan və bir neçə damcı yağışdan, yüksək ildırımın, yüksək küləklərin təsviri ilə möhtəşəm kulminasiya nöqtəsinə çatmışdı. İldırım səslərini violonçellərdə və baslarda sakit triolar ifadə edir. Damcı yağış səslərini skripkalarda 8-ci nota təsvir edir. İldırım səsini isə timpan, piccolo təsvir edir. Səslərini isə qıvrıla-qıvrıla aşağı enən melodiyalarla təsvir olunub. Hərəkətdə daha sonra trombonların əlavə edilməsi ilə Beethoven daha da möhtəşəm təsir bağışlamışdı. Fırtına nəhayət keçir, ara bir ildırım səsi hələ də uzaqdan eşidilir. Solo fleytada yüksələn miqyaslı keçid göy qurşağını təmsil edir. Son hərəkətə qüsursuz keçid vardır. Bu hərəkət Mozartın 1787-ci il tarixli sol minor simli kvartetindəki proseduru ilə paraleldir. Bu da eyni şəkildə uzun, emosional, fırtınalı bir girişlə sakit final hərəkətini ön sözlə ifadə edir. 5-ci hissə çoban mahnısı. Hərəkət sonata rondo şəklindədir. Bir çox finallar kimi bu hərəkət simmetrik, 8 çubuqlu mövzunu vurğulayır. Bu halda çobanların təşəkkür mahnısını təmsil edir. Yekun A bölməsi sakitcə başlayır və tədricən tam orkestr ilk skripkaların yüksək sürətli, üçlü tremolo ifa etməsi ilə vəclə kulminasiyaya çatır. Orada Beethoven pianissimo sotto səsi ilə qeyd olunan duaya işarə edən qızğın kodo izlənir. Əksər dirijorlar bu keçidin tempini yavaşladır. Qısa bir parıltıdan sonra iş 2 vurğulayıcı fa major akordu ilə başa çatır. 9-cu simfoniya re minor. 9-cu simfoniya dünya musiqi tarixində ən görkəmli əsərlərdən biridir. İdeyanın böyüklüyü və onun etik məzmununun dərinliyinə, mənanın genişliyi və musiqi obrazlarının dinamikasının gücünə görə 9-cu simfoniya Beethovenin özünün belə bütün yaratdıqlarından da üstündür. 9-cu simfoniyada bəstəkar öz yaradıcılığı üçün mərkəzi olan həyati vacib məsələni
insan və mühiti, zülmə qarşı mübarizə və ədalət və xeyrin qələbəsi uğrunda hamının birlik məsələsini qoyur. Buradan da novatorluğun miqyasları, konsepsiyanın və formanın əzəmətliliyi doğur. Simfoniyanın ideya konsepsiyası simfoniya janrının özünün, onun dramaturgiyasının prinsipal dəyişikliyinə səbəb olmuşdu. Təmiz, instrumental musiqiyə bəstəkar söz insan avazlarının səslənməsini əlavə edir. Beethovenin bu kəşfindən 19-20-ci əsr bəstəkarları dəfələrlə istifadə etmişdi. Simfoniya 4 hissədən ibarətdir. Birinci hissə Allegro, Manon, Troppo, un poco maestoso. Sonata Allegrosu formasında yazılıb. 9-cu simfoniyanın birinci hissəsində həyatın faciəvi, kədərli tərəfləri daha dolğun təsvir edilmişdi. İkinci hissə Molto Vivace Sonata Allegrosu formasında yazılıb. Scherzoda gerçəkliyin obrazları Beethoven üçün qeyri-adi olan tutqun, dinamik aspektə verilir. Qarşısı alınmaz, başgicəlləndirici hərəkətdə sanki həyatın sürətli qaçışının dramatizmi təcəssüm etdirilir. Üçüncü hissə Adagio molto cantabile ikiləşmiş variasiya formasında yazılmışdı. Əvvəllər narahatlıq yaradan, əzablı və həyəcanlı olan hər şey geri çəkilərək sanki keçmişə gedirdi. Mənəvi aydınlıq və əxlaq, fəlsəfi seyirçilik Adagio'nun simasını xüsusilə birinci mövzunu xarakterizə edir. Dördüncü hissə final presto. Final simfoniyanın yekunudur. Beethoven əsərin ideyasını konkretləşdirərək Schiller'in Şadlığa doğru odasının mətnini istifadə edir. Finalın xor hissəsi instrumental proloqla başlayır. Finalın möhtəşəm təsviri həm də geriyə baxış, keçilən yolun ümumiləşməsi və qazanılmış qələbənin möhtəşəmliyinin dolğunluğunu özündə əks etdirir. Bu niyyəti həyata keçirmək üçün Beethoven ən müxtəlif musiqi janrlarından recitativlər, mahnı, xoral variasiyalar, instrumental fugato və ikili xor fugato və ikili xor fuqasından istifadə etmişdi.